Danışır Mahaçqala, axşamınız xeyir olsun, hörmətli dinləyicilər. Dağıstan Radiosu ilə Azərbaycan dilində verilişə başlayaraq mikrofon qarşısında jurnalist Zöhrə Musayeva, rejissor pult arxasında Mina xanım Mamayeva. Respublikanın baş mənzil müfəttişi Əli Cəbrayılovun sözləri ilə mənzil kommunal təsərrüfatı əlifbası istehlakçıların stolüstü kitabına çevrilə bilər. Onun sözləri ilə əhalinin mənzil qanunvericiliyi üzrə hüquqi savadı zəifliyini aradan götürmək məqsədi ilə qeyd olunan kitab üzrə xüsusi proqram işləyərək təhsil müəssisələrində bir fən kimi tədris etmək mümkündür. Qeyd edək ki, cari ilin avqust ayında ölkədə ilk dəfə olaraq mənzil kommunal təsərrüfatı əlifbası dərsliyi dərc olunub. Kitab Rusiya İnşaat Nazirliyinin Mənzil kommunal təsərrüfatının islahatlarına təsir fondunun, Yedinaya Rossiya Partiyasının və Savadlı İstehlakçı Məktəbi Federal Tədris Layihəsinin aparıcı ekspertləri tərəfindən işlənib, hazırlanıb. Burada məqsəd vətəndaşların mənzil sahəsində hüquqi savadını artırmaq və evdə ümumi əmlaka təsərrüfatçılıq münasibətini formalaşdırmaqdan ibarətdir. Dərsliklə Rusiyanın Mənzil Kommunal Təsərrüfatı Nazirliyinin saytında tanışlıq əldə etmək olar. Respublikanın Gənclərlə İş üzrə naziri Zaur Qurbanov ali təhsil müəssisələrində dövlət gənclər siyasətini tətbiq edən bölgələrin rəhbərləri ilə görüşündə 2015-2016-cı illərə müvafiq sahədə qarşıya qoyulmuş tapşırıqları müzakirə edib. Hər oxu ilində yeni qarşılıqlı fəaliyyət sahələrini açmağa cəhd göstəririk. Ali təhsil müəssisələrində gənclər siyasətinin tətbiqi ilə bağlı layihələr izləyirik. Ümumi layihələr kifayət qədərdir. Biz isə hər ali təhsil müəssisəsində konkret layihələrin tətbiqi nöqteyi nəzər baxımından əlaqə yaratmaq istərdik deyə Zaur Qurbanov toplaşanlara müraciət edib. Tədbirdə ali təhsil müəssisələrinin özünü idarə sistemində müxtəlif hissələrin yenidən qurulması gərəkliyi vurğulanıb. Nazir bu yolla idmanın və tələbə elminin inkişafına təsir göstəriləcəyinə əmindir. Rusiya tarixinə ekskursla o, tələbə klublarının fəaliyyət göstərdiyi sistemi təklif edib. Yığıncaq iştirakçıları onun skaut hərəkatının təşkili barədə təklifini də dəstəkləyib. Zaur Qurbanov Respublikanın 128 min nəfərdən ibarət tələbə birliyinin məşğuliyyətindən söhbət açırkən futbol, basketbol üzrə tələbə liqaları bərpasının gərəkliyi üzərində dayandı. Müəssisə daxili yarışlar təşkil edilirsə də, ali təhsil müəssisələri arası layihələri barmaqla saymaq olar. Müşavirədə eləcə də gənclər arasında ekstremist əhval-ruhiyyənin profilaktikası məqsədi ilə Respublikanın Dindarlar İdarəsi və Antiterror Komissiyası ilə ali təhsil müəssisələri arasında qarşılıqlı fəaliyyətin təmini gərəkliyi vurğulanıb. Ali təhsil müəssisələrinin nümayəndələri birinci kurs tələbələri paradını keçirmək təklifini irəli sürüb. Məlumdur ki, hər müəssisədə ayrılıqda birinci kurs tələbələrini alqışlama mərasimi təşkil edilir. Bununla belə ümumi paradı müəyyən təfəkkür daşıyan ideoloji devizlər altında keçirmək olar. Gənclərlə İş üzrə nazirin keçirdiyi müşavirənin davamında bir sıra digər aktual məsələlər müzakirəsini tapıb, nəzərdə tutulmuş layihələrin birgə təşkili barədə razılığa gəlinib. Məlum olduğu kimi Dağıstan Respublika Hökuməti və Respublika Müftiyyətinin təşəbbüsü ilə Mahaçqalada keçən Müsəlman Birliyinin möhkəmləndirilməsində beynəlxalq təcrübə, müasir metod və formalar başlıqlı beynəlxalq ilahiyyat konfransı başa çatıb. Tədbirə müsəlman alimləri Ümumdünya İttifaqının nümayəndəliyi dəvət olunmuşdu. Respublika Hökuməti sədrinin müavini Ramazan Cəfərovun Ümumdünya Müsəlman Alimləri İttifaqının nümayəndəliyi ilə görüşündə Respublikada İslam banklarının təşkili zəruriliyi vurğulanıb. Cəfərov hazırda Rusiya qanunvericiliyi nəzərə alınmaqla müvafiq sahədə iş aparıldığını qeyd edib. Eləcə də o, qonaqlara Dağıstan barədə geniş məlumat verib. Konfransın yekunları üzrə xüsusi broşürlər, video disklər buraxılacaq. İslamda radikalizmə yol verməmək məqsədi ilə imamların hazırlığı üçün ərəb dili kursları təşkil ediləcək. Respublikanın Energetika Agentliyinin əməkdaşları Dərbənd şəhərinin 2 park ərazisində iməclikdə iştirak edib. Agentliyin rəhbəri Murtazəli Gitinasolovun rəhbərliyi altında kollektivin üzvləri şəhərin 2000 illik yubileyinin bayram edilməsinə hazırlıq çərçivəsində İnqilabçılar və Süleymanstal parklarında abadlıq işləri ilə məşğul olmuşlar. Gitinasolov müvafiq tədbirləri şəxsi nümunədə şəhərə məhəbbət və qayğını nümayiş etdirmək imkanı adlandırıb. Ümumiyyətlə Dərbəndin 2000 illiyinin bayram edilməsinə hazırlıq
əməkdaşlığı çərçivəsində təşkil edilmiş iməclikdə Energetika Agentliyinin 60 işçisi ilə yanaşı, Respublikanın Nəqliyyat və Yol Təsərrüfatı Agentliyinin, eləcə də 13 yol istismar və avtonəqliyyat müəssisələrinin daha 130 əməkdaşı iştirak edib. Sentyabr ayının 8-də Dağıstanda ənənəvi Ağ Durnalar bayramı baş alır. Festivala toplaşanlar artıq Rəsul Həmzəyatov və Patimat Həmzəyatova adına muzeylərə baş çəkib. Tədbir çərçivəsində dəyirmi masalar, təntənəli poeziya axşamları, sərgilər keçəcək. İştirakçılar şairin vətəni Hunzaq rayonunun Sada kəndinə qonaq olacaq. Sentyabr ayının 8-də Dostluq evinin Poeziya teatrında şeir müsabiqəsi keçəcək. Sentyabrın 9-da bayram tədbirləri Qunib rayonunun Qunib kəndində davamını tapacaq. Xatırladırıq ki, ədəbiyyat ili çərçivəsində bu bayram daha aktualdır. Ağ Durnaların təsisçisi kimi Rəsul Həmzəyatov özü çıxış etmişdi. O, bu bayramı mənəviyyat, şeiriyyət və bütün müharibələrdə həlak olanların müqəddəs xatirəsini qovuşduran bayram kimi vurğulayır və onu çoxmillətli Rusiya xalqlarının çox əsirli mədəniyyət və dostluq ənənələrini daha da möhkəmləndirən vasitə adlandırırdı. Dağıstanın kənd zəhmətkeşləri bugünə 618 min tona yaxın tərəvəz toplayıb. Kənd Təsərrüfatı və Ərzaq Nazirliyindən verilən məlumata əsasən ötən il 36 min hektar sahədən 1 milyon 305 min ton tərəvəz əldə olunmuşdu. Hazırda kartof, yer kökü, çuğundur və meyvə yığını davam edir. Rusiyanın Elm və Təhsil naziri Dmitri Livanov 2016-cı ildən etibarən bütün məktəblərə əməyə və müdafiəyə hazır ol normaları yeridiləcəyi barədə bəyanatla çıxış edib. Nazirin sözləri ilə əmh kompleksi hər bir məktəbliyə, gəncə və yaşlı adama öz fiziki hazırlığını yoxlamaq imkanı verir. Siz xəbərlər buraxılışını dinlədiniz.